Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən çoxədlərin vuruqları ayrılması bölməsinin 5-ci testinin suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, A üstəgəl B bərabərdir 4, B çıxılsın C 13 olarsa, A kvadratı üstəgələk AC, üstəgələk BC, üstəgələk AB cəmini tapın. Biz nə edirik? Gəlin burada 2-2 qruplaşdırma aparaq. 2-2 qruplaşdırma apardıqdan sonra ilk 2 həddən A-nı ortaq vuruq çıxardaq. Onda olar A vurulsun, mötərizəsində A üstəgəl C, üstəgələk növbəti ikisindən isə B-ni ortaq vuruq çıxardaq, qalar A üstəgəl C. O da bərabərdir. Aldığımız ifadədən ortaq vuruq kimi A üstəgəl C-ni çıxarsaq, mötərizədə olar A üstəgəl C vurulsun, digər mötərizədə A üstəgəl B. Baxırıq ki, bu ifadənin qiymətini bizdən tapmaq tələb olunur. A üstəgələk B-nin qiyməti misalın şərtində verildiyi kimi 4-ə bərabərdir. Amma A üstəgələk C barədə heç bir şey yoxdur. Biz onu nə cürsə almalıyıq. Bunun üçün nə edirik? Hər verilmiş bu iki bərabərliyi tərəf-tərəfə çıxırıq. Baxın, A, B-dən B çıxanda heç nə qalmır və çıxırıq mənfi C-ni. Baxın, burada bir çıxma işarəsi var. C-nin də qarşısında bir mənfi işarəsi var. Mənfi-mənfini müsbət edir və 4-dən də 13 çıxdıqda mənfi 9 qalır. Beləliklə, mənfi 9 vurulsun 4, o da bizə verər mənfi 36. İndi gəlin ikinci suala baxaq. İkinci sualda deyilir ki, A kubu üstəgələk B kubu A üstəgələk B-yə bərabərdir və onların da qiyməti 2-dir. Onda gəlin ayrı-ayrılıqda hər bir ifadəni 2-yə bərabər götürək. Və bizdən A kvadratı üstəgələk B kvadratını tapmaq tələb olunur. Biz bilirik ki, A kvadratı üstəgələk B kvadratı A üstəgələk B-nin mötərizə üstü kvadratı çıxaq 2AB şəklində açıla bilər. Onda baxırıq ki, A kvadratı üstəgələk B kvadratını bilmək üçün biz A üstəgələk B-nin qiymətini, həm də AB-nin qiymətini bilməliyik. A üstəgələk B-nin qiyməti 2-dir. Bəs AB-nin qiyməti nəyə bərabərdir? Bu haqda misalda heç bir məlumat yoxdur. Deməli, onda biz əvvəlcə A vurulsun B hasilinin nəyə bərabər olduğunu tapmalıyıq. Onda yazarıq. A kubu üstəgələk B kubu bərabərdir. A kubu üstəgələk B kubunun biz bir eynilik açılışını bilirdik. Nə cür idi? A üstəgələk B-nin kubu çıxaq 3AB, vuraq A üstəgəlsin B. Biz hər dəfə misalları eləyərkən deyirdik ki, bu deməli düsturun açılışı nadirən istifadə olunsa da çox effektiv düsturdur. İndi gəlin buradan biz AB-ni tapaq. A kubu üstəgələk B kubunun qiyməti 2-dir. A üstəgələk B-nin qiyməti də 2-dir. Onda olur 2-nin kubu çıxaq 3AB vur 2. Beləliklə 2 bərabərdir 8 çıxaq 6AB. Buradan 6AB bərabərdir 6 və beləliklə biz AB-yə 1 tapmış olarıq. Deməli, AB hasili 1-ə bərabərdir. Beləliklə, A kvadratı üstəgələk B kvadratı bərabərdir. A üstəgələk B-nin qiyməti 2-dir. 2-nin kvadratı çıxaq 2 vuraq 1, o da bərabərdir 2. Yəni, doğru cavab olar D bəndi. İndi isə 3-cü suala baxaq. 3-cü sualda deyilir ki, A çıxaq B bərabərdir 2-dir. K çıxılsın N bərabərdir 3 olarsa, AN çıxaq BN çıxılsın AK üstəgəl BK ifadəsinin qiymətini tapın. Bu olduqca sadə bir misaldır. Gəlin, yenə də 2-2 qruplaşma aparaq. Birinci ilk ikisindən N-i ortaq vuruq çıxardırıq. Onda mötərizənin içində qalır A çıxılsın B. Baxın, ikincidən K-nı ortaq vuruq çıxarsaq, mötərizənin içində olur mənfi A üstəgəl B, yəni A çıxaq B alınmır. Amma biz əgər mənfi K-nı ortaq vuruq çıxarsaq, onda olar A çıxılsın B. O da bərabərdir. Baxın, A çıxılsın B-ni ortaq vuruq çıxarsaq, A çıxaq B vurulsun mötərizə içində N çıxaq K almış olarıq. A çıxaq B-nin qiyməti 2-yə bərabərdir. K çıxaq E-nin qiyməti 3-ə bərabərdir. Amma biz N çıxaq K almışıq. Onda onun qiyməti də mənfi 3 olmalıdır. Beləliklə 2 vurulsun mənfi 3 bizə mənfi 6 cavabını vermiş olar. 4-cü suala baxaq. 4-cü sualda belə bir ifadənin qiymətini tapmaq tələb olunur. Gəlin, mən misalı yazım. Sonra neyini? Biz bunu hissə-hissə həll eləməyə başlayaq. Gəlin, belə bir şey eləyək. Misalın hamısını yazmaqdansa, elə hissə-hissə həll eləyək. Baxın, ilk iki mötərizəyə diqqət etirsək, görərik ki, bunların hasili var. Mötərizələrin içindəki hədlərə baxanda və mötərizənin özünə, ümumiyyətlə ifadənin özünə baxanda görürük ki, burada kvadratlar fərqinin açılışı durur. Onu nə cür açırdıq? Deməli, birinciyə vurulurdu, ikinci də ikinciyə. 8-ci dərəcədən, deməli, kök altda 2-nin kvadratını çıxıram 1-in kvadratını. Beləliklə qalır 4-cü dərəcədən kök altda 2 çıxaq 1. Biz növbəti olaraq aldığımız cavabı, yəni 4-cü dərəcədən kökün altında 2 çıxılsın 1-i vurmalıyıq 4-cü dərəcədən kökün altında 2 üstəgələk 1-ə.
Yenə də kvadratlar fərqi alırıq. Bu dəfə 4-cü dərəcədən kök altda 2-nin kvadratı çıxaq 1 və beləliklə almış olarıq. Kök altda 2 çıx 1. Kök altda 2 çıxaq 1-i isə kök altda 2 üstə gələk 1-ə vurarıq. Beləliklə yenə kvadratlar fərqi alırıq. Yəni kök altda 2-nin kvadratı çıx 1, beləliklə 2 çıx 1, o da bərabərdir 1 olar. Yəni doğru cavab B bəndi olar. Sonra 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, A kvadratı çıxaq B kvadratı üstə gələk 4A üstə gələk 4B çoxhədlisini vuruqlara ayırın. Baxın, burada artıq bir şəkilçi səhvi var. Gəlin yenə 2-2 qruplaşdırma aparaq. A kvadratı çıxaq B kvadratının açılışı A çıxaq B vuraq. A üstə gələk B-dir. Üstə gəlinsin. Yerdə növbəti qalan 2 həddən də 4 ortaq vuruq çıxardaq, alarıq A üstə gələk B. Beləliklə, A üstə gələk B-ni biz ortaq vuruq çıxartsaq, qalar A çıxılsın B üstə gəlinsin 4. Deyir ki, vuruqlara ayırın və vuruqlarının əmsalları cəminin hasilini tapın. Birinci vuruq A üstə gələk B-dir. Onun əmsalları cəmi 1 üstə gəl 1. Çünki A ilə B-nin əmsalı 1-dir. Vuraq. Yerdə qalan ikinci mötərizə baxaq. Onların əmsalları A-nın əmsalı 1, B-nin əmsalı -1 və sərbəst hədd 4. Beləliklə 2 vurulsun 4 bərabərdir 8 olar və doğru cavab bizə C bəndi verir. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, m kvadratı üstə gələk 4m-in üstə gələk 3n kvadratı bərabərdir 48. Əgər burada m olmasaydı və yaxud n olmasaydı, gəlin belə bir şey deyək. Deyək ki, n yoxdur. M kvadratı üstə gələk 4m üstə gələk 3 şəklində bir üçədli alardıq. Onun vuruqlara ayrılışı nə cür olardı? M üstə gələk 1, M üstə gələk 3 şəklində. İndi, əgər burada n kvadratı varsa da biz n kvadratını biz sabit kimi qəbul edərik və onda nə cür yazarıq? Vuruqlara ayrılış bu şəkildə olar. M üstə gələk 1n, 1 idi, düzdürmü? İndi n-ə vururuq və M üstə gələk 3 idi, biz 3-ü n-ə vururuq. Bərabərdir 48. Bu şəkildə biz deməli vuruqlara ayıra bilərik. Və baxırıq ki, şərtdə verilir ki, M üstə gələk 3-nin qiyməti 8-ə bərabərdir. Onda M üstə gələk n vurulsun 8 bərabərdir 48. Beləliklə M üstə gələk n cəmi üçün biz 6 cavabını almış olarıq. İndi yazaq. M üstə gələk 3n bərabərdir 8 və M üstə gələk n bərabərdir 6. Bunları tərəf-tərəfə çıxsaq, baxırıq ki, müsbət m-lər getdi. Yəni m-dən m çıxanda 0, 3n-dən n çıxdıqda 2n, 8-dən 6 isə çıxdıqda 2 alınır. Beləliklə n bərabərdir nəyə? 1-ə. İndi əgər m üstə gələk n cəmi 6-ya bərabərdirsə, n-in qiyməti 1-ə bərabərdirsə, onda m-in qiyməti 5-ə bərabər olmalıdır. Beləliklə n vurulsun n hasili üçün 5 vur 1 bərabərdir. 5 cavabını almış olarıq ki, doğru cavab da A bəndi edər. İndi gəlin yerdə qalan suallara baxaq. 7-ci sualda görək nə deyilir. 7-ci sualda deyilir ki, x kvadratı üstə gələk 3xy bərabərdir 29-dur və y kvadratı çıxaq xy bərabərdir 7 olarsa, x üstə gələk y cəminin ən kiçik qiymətini tapın. Bu bir növ tənliklər sisteminə də hazırlıq mövzusu kimi başa düşülə bilər bu sual. Deməli, tərəf-tərəfə toplasaq, x kvadratı 3xy çıx xy toplayanda edir 2xy üstə gələk y kvadratı bərabərdir 29-un üstə 7 gəldikdə 36. Bərabərliyin sol tərəfi x üstə gələk y kvadratının açılışıdır, bərabərdir 36. Hər tərəfdən kök alsaq, x üstə gələk y bərabərdir müsbət -6 almış olarıq. Cəmin kiçik qiymətini tapmaq tələb olunursa, biz onda -6 qiymətini götürməliyik. Deməli, x üstə gələk y bərabərdir -6. Bu cəmin kiçik qiymətidir. X üstə gələk y bərabərdir 6 qiyməti isə bu cəmin böyük qiyməti olmalıdır. Gəlin indi 8-ci suala baxaq. 8-ci sual olduqca maraqlı bir sualdır və burada vuruqlara ayırmadan, deməli, qarışıq bir ifadənin vuruqlara ayrılmasına söhbət gedir. Bu şəkildə yazaq. A üstə 4 üstə gələk 3A-nın kubu, üstə gələk 4A kvadratı, çıxaq 6A çıxılsın 12 bərabər. Gəlin bunu burada nə etmək lazım? Bəlkə də bu suala baxdıqda biraz sizə qəribə gəlir. Yəni bunu nə cür ayıra biz vuruqlara ayıra bilərik? Nə etməyək bunun üçün? Yazaq A üstü 4 çıxaq 4A-nın kvadratı. Baxın orada müsbət 4A kvadratı, amma mən yazıram çıx 4A-nın kvadratı. Sonra üstə gələk nə olmalı? Üstə gələk bir də yazıram 4. Bu şəkildə mən bir deməli 3 ədli düzəldirəm.
Onda görək nə olmalıdır yerdə qalan? Üstəgələk 3a kubu olduğu kimi qalır. Axı bizim misalımızda müsbət 4a kvadratı var. Burada isə mənfi 4a kvadratı. Deməli onda mən müsbət 8a kvadratını əlavə eləməliyəm ki, heç bir dəyişiklik yaranmasın. Çıxaq 6a. Bir də mənfi 12 olmalıdır. Mən müsbət 4 gəlmişəmsə mənfi 16 yazmalıyam ki, 4-dən 16 çıxdıqda mənfi 12 qalsın. Beləliklə, ilk 3 hədd bizə nəyin açılışını verir? A kvadratı çıxaq 2-nin kvadratının açılışını verir. Sonra nə edirik? 3a kubu ilə 6a-dan 2a-nı ortaq vuruq çıxardırıq. 2a-nı ortaq vuruq çıxarsaq, mötərizə içində qalır. A kvadratı çıxılsın, bağışlayın, 3a-nı ortaq vuruq çıxardırıq. A kvadratı çıxılsın, 2 qalır. Yəni bu hissəni yazaq. Deməli, 3a-nı ortaq vuruq çıxarsaq, qaldı a kvadratı çıxar 2. Üstəgələk və 8-i də ortaq vuruq çıxarsaq, yerdə qalan 2 həddən, yerdə qalar a kvadratı çıxar 2. Deməli, indi biz nəyi ortaq vuruq çıxartmalıyıq? A kvadratı çıxar 2-ni. Deməli, mötərizənin içində qalar a kvadratı çıxar 2. Üstəgələk 1 3a, bir də üstəgəlinsin 8. Sadələşmə aparsaq, birinci mötərizədə heç bir cür sadələşmə apara bilmirik. Yerdə qaldı nə? A kvadratı üstəgələk 3a, üstəgələk 8 ilə mənfi 2-ni topladıqda müsbət 6. Sualın şərtində deyilir ki, vuruqlarından biri aşağıdakılardan hansıdır? Biz də baxırıq ki, B bəndi elə vuruq, ikinci vuruq olar. 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, m kvadratı üstəgələk n kvadratı üstəgələk 4m çıxaq 6m üstəgələk 13 bərabərdir 0. İndi nə edək? Burada yenə də müəyyən bir sadələşmə aparaq. Deməli, baxın, m kvadratı çıxaq 6m, bu ikisini bir qruplaşdıram. İndi məntiqlə nə olmalıdır? M kvadratı çıxaq 6m, bu nəsə bizə hardansa tanış gəlir. Bu üstəgələk 9 olsa, bu iki ədlinin fərqinin kvadratının açılışına gəlir. Deməli, biz bu şəkildə yaza bilərik. Sonra üstəgələk n kvadratı üstəgələk 4n, üstəgələk nə olmalıydı? Üstəgələk 4, bu şəkildə yazanda bu dəfə də iki ədlinin cəminin kvadratının açılışına gəlirik. Beləliklə, bu sərbəst ədlərə baxın, 9 ilə 4-ü topladıqda həmin 13 alınır. Deməli, biz 13-ü 9 üstəgələk 4 şəklində parçalamalı imişik. Və parçaladıq. Onda birinci ilk 3 hədd bizə verir m çıxaq 3-ün kvadratı, üstəgələk növbəti 3 hədd isə bizə n üstəgələk 2-nin kvadratını verir. Bərabərdir 0. Deməli, kvadratlar cəminin 0-a bərabər olması üçün hədlərdən hər biri 0-a bərabər olmalıdır. Deməli, m çıxaq 3 bərabərdir 0 və n üstəgələk 2 bərabərdir 0 olmalıdır. Beləliklə, m bərabərdir 3 və n bərabərdir mənfi 2 almış olarıq. Beləliklə, bizdən m üstəgələk n cəmini tapmaq tələb olunur. 3 üstəgələk mənfi 2 bizə 1 cavabını verər və doğru cavab olar E bəndi. 10-cu suala baxaq. Gəlin bu hissədən ayıraq. Belə. 10-cu sualda deyilir ki, a kvadratı üstəgələk b kvadratı üstəgələk c kvadratı bərabərdir 13 və ab üstəgəl ac üstəgəl bc bərabərdir. Baxın, bu 23'dür. Bu 13 olarsa a üstəgəl b üstəgəl cəmini tapın. Dərhal yazırıq. A üstəgəl b üstəgəl c-nin kvadratı bizə nə verir? Baxın, birincinin kvadratı üstəgələk ikincinin kvadratı üstəgələk üçüncünün kvadratı üstəgələk. Baxın, birincinin ikinciyə hasilinin 2 misli, yəni 2ab. Üstəgələk birincinin üçüncüyə hasilinin 2 misli, yəni 2ac və ikincinin üçüncüyə hasilinin 2 misli, yəni 2bc. Onda yazarıq. A üstəgəl b üstəgəl c bərabərdir, kvadratı bərabərdir. İlk 3 həddin cəmini bizə 23 verib. Üstəgələk, baxın, növbəti 3 həddən də 2-ni ortaq vuruq çıxarsaq, AB üstəgəl AC üstəgəl BC almış olarıq. Onun da qiyməti 13'dür. Yəni 2 vurulsun 13. Beləliklə, A üstəgəl B üstəgəl C-nin kvadratı bərabərdir. 2 dəfə 13, 26, 23 də əlavə etdikdə 49 olur. Beləliklə, A üstəgəl B üstəgəl C üçün biz müsbət mənfi 7 cavabını almış olarıq ki, doğru cavab da E bəndi olar. Sonra 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, Px bərabərdir x kubu üstəgələk x üzəri 3n üstəgələk 5 bölünsün n çıxaq 2 vurulsun x üzəri n çıxılsın 3 üstəgələk 2 üstəgəl n. Çox hədlisinin dərəcəsi ilə sərbəst hədlinin cəmini tapın. Biz bilirik ki, çox hədlinin dərəcəsi dedikdə ya 0 ya da ki müsbət ədədlər, natural ədədlər olmalıdır. Yəni 0 və belə deyək, 0 və müsbət tam ədədlər. Onda görürük ki, bu çox hədlidə ikinci həddin, yəni x-in qüvvəti kəsr şəklində ifadə olunur. Biz deyirik ki, dərhal bu ifadə
Yəni 3n üstəgələk 5 bölünsün n kəsiri tam ədəd olmalı. Özü də müsbət tam ədəd olmalıdır. Onun üçün nə edirik? 3n üstəgələk 5-i 5 bölək n-i məxrəci n olan iki kəsirin cəmi şəklində parçalayırıq. Beləliklə nə alarıq? N-lər ixtisar gedər, alarıq 3 üstəgələk 5 bölünsün n. Deməli, bu verilmiş ifadənin tam ədəd olması üçün, müsbət tam ədəd olması üçün n ya 1 olmalıdır, ya da ki 5 olmalıdır. N 1-ə bərabər olsa, hər iki hal olar da. Niyə indi ikisində 2 dənəsi yarandı? Baxın, indi 3-cü həddin qüvvətinə baxın. X-in üzəri n çıxılsın 3. Əgər n-in yerinə biz 1 qoysaq, 1-dən 3 çıxdıqda -2 olar. Biz də dedik ki, çoxhədlin qüvvəti ya 0 olmalıdır, ya da 0-dan böyük natural ədədlər olmalıdır. Onda biz 1-i götürə bilmərik. Amma 5-i götürə bilərik. Çünki 5-dən 3 çıxdıqda 2 qalır. Beləliklə, Px bərabərdir. X kubu üstə gələk. N-in yerinə 5 qoysaq, 3 dəfə 5, 15, üstə 5 gələndə 20, 20-ni də 5-ə böldükdə 4. X üstü 4, çıxılsın 2, X-in üzəri 2, üstə gələk 2, üstə gəlinsin 5. Biraz da sadələşmə aparsaq, Px bərabərdir. X üstü 4, üstə gələk X kubu, çıxılsın 2x kvadratı, üstə gəlinsin 7. Məsələnin şərtində deyilir ki, çoxhədlisinin dərəcəsi ilə sərbəst həddinin cəmini tapın. Çoxhədlinin dərəcəsi dedikdə qüvvəti böyük olan bir hədli götürülür. Sərbəst hədd isə 7-yə bərabərdir. Beləliklə 4 üstə gələk 7 bərabərdir 11 olar və doğru cavab E bəndidir. Sonra 12-ci suala baxaq. 12-ci sualda kvadratlar fərqinin açılışı olmalıdır. Yəni yazırıq m üstə gələk 2n çıxılsın k-nın kvadratı, çıxılsın m üstə gələk n üstə gələk k-nın kvadratı bərabərdir. Birinci 2 mötərəzənin cəmi m üstə gələk 2n çıxılsın k-nın üzərinə m üstə gəl n üstə gəl k gəlir. Vuraq m üstə gələk 2n çıxılsın k-dan da çıxırıq m çıxılsın n çıxılsın k. O da bərabərdir. Birinci mötərəzədə görək nə olur. Mənfi k, müsbət k bir-birini islah aparır. Beləliklə alırıq 2m üstə gələk 3n. İkinci mötərəzədə isə baxın m-lər islah olur. M-lər getdi və nə alırıq? Alırıq n çıxılsın 2k. Cavablara baxsaq, baxırıq ki, n çıxılsın 2k E bəndindədir. 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, x y-dən kiçikdir. X üstə gələk y 10-a bərabərdir. X vurulsun y 24-ə bərabər olarsa, x kubu çıxılsın y kubu fərqini hesablayın. Dərhal bayaqları yazdığımız o x kubu üstə gələk y kubunun açılışına bənzər bir açılışı yazaq. X çıxaq y-in kubu, üstə gəlinsin 3xy, vuraq x çıxaq y. İndi baxırıq ki, bu ifadəni hesablamaq üçün bizə x çıxaq y-in qiyməti lazımdır. Çünki x vurulsun y-in qiyməti 24-ə bərabərdir. Bunun üçün nə etməliyik? Biz birinci x çıxaq y-i tapmalıyıq. Nə edirik onda? Yazırıq ki, x çıxaq y-in kvadratı bərabərdir. X üstə gələk y-in kvadratı çıxılsın 4xy-dir. Beləliklə, x çıxaq y-in kvadratı bərabərdir. X üstə gələk y-in qiyməti 10-dur. Onun kvadratı çıxaq 4 vurulsun 24, o da bərabərdir 4 qalır. Beləliklə, x çıxaq y bərabərdir ya müsbət 2-dir, ya da x çıxaq y bərabərdir mənfi 2-dir. Məsələnin şərtində deyilir ki, x y-dən kiçikdir, deməli onda müsbət 2 ola bilməz, biz mənfi 2-ni götürməliyik. Beləliklə, x kubu çıxaq y kubu bərabərdir. İfadədə yerinə qoyaq artıq. X çıxaq y-in qiyməti mənfi 2-dir. Mənfi 2-nin kubu üstə gələk 3 vurulsun. X y-in qiyməti 24 vurulsun mənfi 2. Beləliklə, mənfi 2-nin kubu mənfi 8. 24-ü 3 dəfə 2, 6. 24-ü 6-ya vurduqda 144. Amma mənfi olduğuna görə mənfi 144. Və doğru cavab eləyər mənfi 152. 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, x çıxaq y bərabərdir mənfi 11. X üstə gəl z bərabərdir 1 olarsa, verilmiş ifadənin qiymətini hesablayın. Dərhal yazaq. X y çıxaq y z üstə gələk x z çıxaq y kvadratı. Burada qruplaşma aparmalıyıq. Qruplaşma aparanda diqqətli olmaq lazımdır. X y-dən mənfi y kvadratını bir qruplaşdıraq. Yəni, ortaq vuruq y çıxsa, yerdə qalar x çıxaq y. Növbəti ortada qalan ikisindən isə z-i ortaq vuruq çıxartsaq, müsbət x çıxaq y olar. Beləliklə, biz nəyə ortaq vuruq çıxartmalıyıq? X çıxaq y. Onda nə alarıq? İkinci mötərəzədə y üstə gələk z. X çıxaq y-in qiyməti mənfi 11-ə bərabərdir. Bəs y üstə gələk z-in qiyməti nəyə bərabərdir? Bunun üçün nə edirik? Biz artıq burada tərəf-tərəfə çıxma əməliyyatı apara bilərik.
Beləliklə, x-dən x çıxdıqda 0, mənfi y çıx z bərabərdir. Mənfi 11-dən 1 çıxdıqda mənfi 12. Buradan da hər tərəfə mənfi 1-ə vursaq və yaxud mənfi 1-ə bölsək, y üstə gələ z bərabərdir 12 almış olarıq. Beləliklə, x çıxaq y-in qiyməti mənfi 11, cəmində qiyməti müsbət 12, vurduqda edir mənfi 132. Mənfi 132 doğru cavab olar B bəndi. 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, 8x kvadratı vuraq, y üstə gələk 1, üstə gələk 22x vurulsun, y üstə gələk 1 və çıxaq 6, y çıxaq 6 var. Biz gəlin mənfi 6-nı ortaq vurub çıxardaq, onda olar y üstə gələk 1. Beləliklə, y üstə gələk 1-i ortaq vurub çıxartsam, onda nə olur? 8x kvadratı üstə gələk 22x çıxılsın 6. Bu şəkildə belə bir ifadə almış olduq. Y üstə gələk 1 vuraq. İkinci mötərizəsindəki ifadəni də vuruqlara ayırsaq, olar onda 8x çıxaq 2 vurulsun, x üstə gəlinsin 3. Bu şəkildə vuruqlara ayırmaq olar. Və ortadakı mötərizədən də 2-ni ortaq vuruq çıxarsaq, onda olur 2 vuraq, y üstə gələk 1. 2-ni ortaq vuruq çıxardanda qalır 4y çıx 1, vuraq, x üstə gələk 3. Beləliklə, deyilir ki, çoxhədlisinin vuruqlarından biri aşağıdakılardan hansıdır? 4y çıx 1. Yəni doğru cavab B bəndi. 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, x kiçikdir y və x kvadratı üstə gələk y kvadratı bərabərdir 20 və x vurulsun y bərabərdir 8 olarsa, x çıxaq y fərqini tapın. Dərhal yazırıq. X çıxaq y-in kvadratı, gəlin hər tərəf kvadrata yüzəldək. Yəni x çıxaq y-in kvadratını yazaq. X kvadratı üstə gələk y kvadratı çıxaq 2xy. Beləliklə, x çıxaq y-in kvadratı bərabərdir. X kvadratı üstə gələ y kvadratı 20 eləyir. 20 çıxaq 2 vurulsun 8. Buradan da 4 alırıq. Beləliklə, x çıxaq y ya müsbət 2-dir. Hər tərəfdən kök alsaq. Ya x çıxaq y bərabərdir mənfi 2-dir. İndi şərtdə deyilir ki, x y-dən kiçikdir. Yəni, sizin cavab mənfi olmalıdır. Onda müsbət 2-ni biz nəzərə almırıq. Sonra 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, 3x üstü 4 çıxaq 7x kubu çıxaq x kvadratı üstə gələk 11x çıxaq 10 bərabərdir. X çıxılsın 2 vurulsun 3x kubu çıxaq mx kvadratı üstə gələk nx üstə gəlinsin 5. Olarsa m üstə gələk n cəmini tapın. Deməli biz görürük ki, bərabərin sol tərəfindəki çoxhədli sağ tərəfindəki bu hasilə bərabər olmalıdır. Ona görə nə edirik? Biz mötərizəni vurub açıb sağ tərəfdəki ifadəni sadələşdiririk və ondan sonra artıq uyğunluqla baxırıq ki, bizdə m nədir, n nədir. Gəlin vurub açaq. X-i 3x kubuna vuranda 3x üstü 4, x-i mənfi mx kvadratına vuranda mənfi mx kubu, x-i nx-ə vuranda müsbət nx kvadratı, x-i 5-ə vuranda müsbət 5x. Sonra mənfi 2-ni 3x kubuna vuranda mənfi 6x kubu, mənfi 2-ni mənfi mx kvadratına vuranda müsbət 2m vuraq x kvadratı, mənfi 2-ni müsbət nx-ə vuranda mənfi 2nx, mənfi 2-ni də müsbət 5-ə vuranda alarıq mənfi 10. O da bərabərdir 3x üstü 4. İndi burada x kubu olan ifadələri bir qruplaşdıraq. Oradan x kubunu ortaq vuruqsa, mənfi x kubunu ortaq vuruq çıxarsaq, mötərizəsində m üstə gələk 6 vuraq x kubu. Sonra nx kvadratla 2mx kvadratını bir qruplaşdırıb, oradan 2-ni ortaq vuruq çıxarsaq, bağışlayın, x kvadratını ortaq vuruq çıxarsaq, olar n üstə gələk 2m vuraq x kvadratı, üstə gəlinsin 5x çıxaq 2nx-dən də x-i ortaq vuruq çıxarsaq, 5 çıxılsın 2n vurulsun x çıxılsın 10 qalmış olar. İndi gəlin uyğunlaşma aparaq. Baxın, burada mənfi 7x kubu, burada isə mənfi m üstə gələk 6-dır. Deməli, mənfilər eynidir. Onda m üstə gələk 6 və yaxud belə yazarıq. Mənfi mötərizəsində m üstə gələk 6 bərabərdir mənfi 7. Hər tərəfdə mənfiləri atsaq, onda nə almış olarıq? M üstə gələk 6 bərabərdir 7 və buradan m bərabərdir 1 tapmış olarıq. Bu birincisi. Bir də baxaq x əmsalına. Burada müsbət 11-dir. Burada da 5 çıxılsın 2n'dir. Deməli, 5 çıxılsın 2n də 11-ə bərabərdir. Beləliklə, mənfi 2n bərabərdir 6. 11-dən 5 çıxırıq. N də bərabərdir mənfi 3. Beləliklə, m və n-in qiymətlərini təyin elədik. İndi m üstə gələk n cəmini tapmaq tələb olunur. Bəli, 1 üstə gələk mənfi 3. Buradan da biz mənfi 2 almış olarıq ki, doğru cavabda olar E bəndi. 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, aşağıdakılardan hansı x üstü 12 çıxılsın y üstü 12 çoxhədlisinin vuruqlarından biri deyil. Gəlin dərhal x üstü 12-ni yazaq. X üstü 6-nın kvadratı çıxılsın y üstü 6-nın kvadratı bərabərdir. Kvadratlar fərqi aldıq. X üstü 6 çıxaq y üstü 6, x üstü 6 üstə gələk y üstü 6.
Burada da ilk üstü 6'nı yazaram. X kvadratının deməli x kubunun kvadratı çıxılsın. Digəri də olar onda y kubunun kvadratı. Vurulsun. X üstü 6 y üstə gələ 6'nı da belə yaza bilərəm. X kvadratının kubu üstə gələ y kvadratının kubu. Və artıq hər ikisi də artıq müxtəsər vurma düsturlarına tətbiqinə gəlir çıxır. X kubunun kvadratı çıxar y kubunun kvadratı. Yəni kvadratlar fərqli şəklində açmaq lazımdır. X kubu çıxar y kubu, vurulsun x kubu üstə gələ y kubu. Vuraq. İndi baxıram ikinci mötərəzə isə kublar cəminin açılışıdır. Yəni birinci üstə gələ ikinci, yəni x kvadrat üstə gələ y kvadratı vuraq. Birincinin kvadratı çıxaq, birincinin ikinciyə hasili üstə gələnsə ikincinin kvadratı. Baxın belə bir şəkildə cavab aldıq. İndi baxaq, x kubu çıxaq y kubunun açılışı olar. X çıxaq y, x kvadratı üstə gələ x, y üstə gələ y kvadratı vuraq. İkinci mötərəzənin açılışı, kublar cəmi, yəni x üstə gələ y vuraq. X kvadratı çıxaq x, y üstə gələ y kvadratı vuraq. X kvadratı üstə gələ y kvadratı vuraq. X üstü 4 çıxaq x kvadratı, y kvadratı üstə gələ y üstü 4. Baxın, bu ifadələri almış olduq. Gəlin bir-bir cavablara baxaq. A bəndi varmı burada? Bəli, var. A bəndi elə axırıncı mötərəzədir. X kvadratı üstə gələ y kvadratı ikinci mötərəzədir. X kvadratı üstə gələ x, y üstə gələ y kvadratı üçüncü mötərəzədir. X kvadratı çıxaq x, y üstə gələk y kvadratı dördüncü cavabdır. Amma x üstü 4 üstə gələk y üstü 4 deyilən bir şey ala bilmədik. Deməli, doğru cavab E bəndi olar. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, A üstü 4 çıxaq 14 A kvadratı B kvadratı üstə gələk B üstü 4. Bu ifadəni vuruqlara ayırın. Deməli yazıram. A kvadratın kvadratı üstə gələk 2A kvadratı B kvadratı üstə gələk bir də B üstü 4. Niyə mən belə yazdım? B üstü 4 də gəlin bu şəkildə yazaq. B'nin kvadratının kvadrat şəklində. Çünki baxıram ki, bu artıq iki həddin cəminin kvadratının açılışıdır. Düzdürmü? Onda baxıram, müsbət 2A kvadratı, amma burada mənfi 14A kvadratı B kvadratı almalıyıq. Deməli, mən 16A kvadratı B kvadratını yenidən çıxmalıyam bu ifadədən. Beləliklə, ilk 3 hədd A kvadratı üstə gələk B kvadratının kvadratının açılışıdır. Çıxaq 16A kvadratı B kvadratı isə 4AB-ni mötərizə üstü kvadrat şəklində yaza bilərik. İndi gəlin burada kvadratlar fərqini tətbiq edək. A kvadratı üstə gələk B kvadratının üstə 4AB gəlirəm. Bir dəfə də A kvadratı üstə gələk B kvadratından 4AB-ni çıxmış olaram. Doğru cavab onda olar E bəndi. Və bu bölmənin, bu testin sonuncu sualına baxaq. ABC çıxaq AB, çıxaq AC, çıxaq BC, üstə gələk A, üstə gələk B, üstə gələk C çıxılsın 1. Bu ifadəni vuruqlara ayırmaq lazımdır. Nə edirəm? Bu ifadədə ilk ikisindən AB-ni ortaq vuruq çıxardıram. Onda nə olar? C çıxaq 1. Sonra nə edirəm? Sonra 3-cü həddlə 5-ci həddən mənfi A-nı ortaq vuruq çıxardıram. Alaram yenə C çıxaq 1. Sonra 4-cü həddlə 6-cı həddi 1, 2, 3, 4, 5, bəli 6-cı həddi bir qruplaşdıram. Və oradan da mənfi B-ni ortaq vuruq çıxardıram. Alaram yenə C çıxaq 1. Üstə gələk yerdə də qaldı 1 C çıxaq 1. İndi nəyə ortaq vuruq çıxartmalıyam? C çıxaq 1-i. Beləliklə alaram C çıxaq 1 vurulsun. AB çıxaq A çıxılsın B. Üstə gəlinsin 1. Və beləliklə doğru cavab da olar D bəndi. Çünki bizə vuruqlardan hansıdır deyir aşağıdakılardan biri. Biz də baxırıq ki, ikinci vuruq elə D bəndində göstərilmişdir. Beləliklə biz 5-ci testin suallarına baxdıq. Ümid edirəm ki, hər hansı bir həll səhvinə və yaxud ifadə səhvinə yol verməmişəm. Əgər belə bir hallarla rastlaşsaz, videonun şərh bölməsində öz fikir və təklif və iradlarınızı bildirə bilərsiniz. Sizdən isə xahişim videonu bəyənmək, paylaşmaq, kanala abunə olmaq və şərh yazmaqdır ki, bu YouTube alqoritması bu videoları daha çox qabağa çəksin və daha çox insana səsimizi çatdıra bilək. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.